Deməli, düşbərənin əti kesildi, xəmiri kesildi və ətliyirik. O bəziləri var ki, belə əti yalandan sürtür xəmirə. Xeyr, ət əməlli qoymalıyıq ki, biz bu xəmirin içində o əti hiss eləyək. Ətimizi görürsünüz, azcaq nanə ilə keşniş xırda-xırda doğrayıb vurmuşuq. Kimsə ətliyə bilirsə, soğan iri düşüb içəm, onu ayrı qoydu qırağa. Kimsə ətliyə bilirsə, ət desin, mənimlə bərabər. Yox, indi görəcəksiniz, qoyucu. İndi görəcəksiniz. Mən bir ikisini eləyim, göstərim. Yəni, çox qəşəng alınır, çox səliqəli alınır və düşbərələrimiz gömbul alınır, arıq alınmır. Başa düşürsünüz kimi? Kök alınır. Yoxsa ki, boş xəmirdən eləyirlər və xəmiri düyünləyirlər, o qəşəng çıxmır. Mən onun düşbərəsini bəyənmirəm. İndi görəcəksiniz ki, necə səliqəli çıxır.